Xeyirli olsun. Marketdən də gəlib görək nələr alıb. İnşallah çox sağ ol. Bəh, nə gözəldir. Dadab çoxdur deyəndə tez-tez toy səsləri gəlir. Bax gör hansı fikrimi dəyişdim, bunu götürürəm. Çəkən maşının içinə və uşağın 3 barmağı da ət çəkən maşından keçir. Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bu tərəfdən ata pəncərə açır, çünki o otaqda havasızlıqdır, pəncərəsi yoxdur. Yanındakı pəncərə o bir otağa aiddir. Saat axşam 9-a işləyib, ata hələ də iş başındadır. 9'a işləyib? Hə. 9-a 10 dəqiqə işləyib. Həm oğlun da toyuna az qalıb, inşallah bu yaxınlarda toy olacaq. Bol deyib, bol. Xeyirli olsun. Sabah inşallah bu qoyun qurbanlıq olaraq gəlin evinə göndəriləcək. Xeyirli uğurlu olsun. Bayaqca suyu aşırtdı, ona görə də iplə bağlayırıq ki, dağıtmasın. Suzuyubmuş əməlli başlı. Niyə qorxursan? Banunun xalası Banu üçün belə bir hədiyyə alıb Qurban bayramına özəl. Banu xoşuna gəlib. Aç baxaq görək nədir? Mübarək. Kimsə sevinirim aşağı. Banu bayramı mübarək. Patrikası var. Marketdən də gəlib görək nələr alıb. Bunu Sezar üçün alıb. Bu şampundur. Pendir sosu. Şokolad. Kofe. Makaron. Banu üçün yoğurt alıb. Sezar sosu. Yenə makaron. Göyərti. Holland pendiri. Bunlar da makaronla tumdur. Bu da tort. Tortu Arazdan alıb 13 manat. 12 manat 99 qəpik. Banu pomidor dağıdır. Eləmə. Rəhimə əti soslayıb əvvəlcədən marinə eləyib. İçində tomat var, mayonez var. Bir də belə bir ədviyyə. Üstü bir də qarışdırdıq. Ət marinə olmalıdır. Bir 15 dəqiqə, 20 dəqiqə, yarım saat belə. Ondan sonra da qızardacaq. Sağdan kesək. Salata. Çəti. Doğramırıq da Yox, deyəsən. yuru 2 hissəyə bölürük. Hə. Çəkiliş elə blokçu. Sizi çəkmir amma. Sağ ol, Xeyirli olsun. Həm oğlun nişanlısı üçün qurbanlıq xonça hazırlanır. Qutudakı quzu şokoladından sifariş etmək istəsəniz, hədiyyəli şokolad yazsama səhifəsinə müraciət edə bilərsiniz. Onsuz da bu 29 dəqiq. Bundan istəmirəm də. O qədər belə qoyacağım. Belə. Bağlayandan sonra gördüm ki, qutunun içindəki quzu tərsinə düşüb. Ona görə də təzədən açıb düzəltdik. Bu da Rəhimə əti qızardır. Elə kahıları doğrayırsan, bu formada. Bu da ət də qızarıb bu formada. Pomidorları da 2 yerə bölüb atmaq kifayət eləyir. Holland pendində hamısını torkadan keçirtmir, yarısını istifadə edir, yarısını da üstü üçün bəzəyə lazım olacaq. Əslində orijinal reseptində quru suxarilərdən də adi quru suxarilərdən. Biz prosta xrustimdən istifadə elədik. Üstünə vurduğu mayonezə oxşayan, amma mayonez olmayan Sezar sosudur. Bunu da əmim yoldaşı gətirdi, qurbanlıq qoyundan kəsilən ətdəndir. Allah qəbul eləsin, xeyirli olsun inşallah.
görsən bu zəhmətkeş xalanı həm bağını tutur, həm də iş görür. Banu gel karıştırak kızım gel. Ətdən yeyirsən? Tatlıdır. Salatın bütün etlerini Banu yedi. Çaxısı çox düşdü. Onları ayırdıq, qoyduq qırağı. Tamam da ben fazla bileyim. Banu yatmır. Ona görə də ayağımla yeləyirəm. Görəsən, bacılarının gəlsin inşallah. İnşallah, çox sağ ol. Ha? Şimdi. Şu böyle. Mübarək olsun. Ata uje kababçının hazır şişləri qoyub. Bunlardan da kabab eləyəcək, təkcə quzu ətindən yox, həm də toyuq ətindən də eləyəcək. Həyətimizə top atıblar. Rəhimə də salatları hazır eləyib qoyub. Vasif də gəlib bizə kömək edir manqal qalamağa. Kartoflarla badımcanı şişə çəkib, ətlər qalıb hələ. Kartoflar pişib, bunlar da ətlərdir. Geçən dəfə pomidor yaddan çıxmışdı, bu dəfə Yada düşür. yada düşür. Toyuqlar hazırdır. Badımcanla kartof. Göydə azdı yağış var. Yağış yağır ara bir. Damcı atır. Smavarı da hazır qoymuşuq. Birazdan kebabı yandan sonra qalayacağıq. Kebabın quyruğundan artıq qaldı. İndi qoyacağım bu sanaya lazım olanda istifadə eləməyə. Qazanları gətirdik evə. Hamısı pişib. Bunlar da ətlər də pişib hamısı. Bu kebabları yəndən sonra gedəcəyik Vasifgilə. Toy üçün paltar almağa, bir də 18-i gələcəm. Bəh, nə gözəldir. Durma. Banun keyfi Sezar istəyir. Bu ayranı da Rəhimə hazırlayıb görək dadı necədir. Soyuqdur deyəsən. Pepsi də xaldan yükləyir, soyuq. Anam yok. Ben hiçbir şey almadım. Sen de Pepsi suyu ben de. Əşyaları da hazır eləmişəm. Birazdan çay içəndən sonra gedəcəyik. Bunu atam verəcək dostunun nəvəsinə. Təbrik eləyəcək Qurban bayramını. Tortumuzu da indi kəsəcəyik. Bu da qız evindən fon satandı. Sen bana. Ha? Hadi söyle bakalım. Uzun birini qoyduq tortun üstünə. Alın bekliyorum. Həyatımıza top atırlar 100-cü dəfədir. İndi istəyirlər yenə.
Çayımızı da içəndən sonra əşyalarımızı da götürüb gedirik evimizə. Atam gildən çıxdıq, gedirik evə. Qonşu binadan gəlin aparırlar. Da binalarda adam çoxdur deyəndə tez-tez toy səsləri gəlir. Biz çıxmışıq parka, balon gəzdirməyə. Bunlardan bax gör hansı yaxşı. Fikrimi dəyişdim, bunu götürürəm. Güllər nə gözəldir. Gəlmişik buradakı bisetkada oturmağa. Bisetka da bilməm nədir. Buradakı termosları keçən dəfə Temudan almışdım. Sırf piknik üçün harasa parka çıxanda bizə lazım olur. Çünki həmişə içinə çay töküb aparırıq. Onun üstünə də adlarını yazıblar. Yox, yaxalama. Təmiz də. Vasifətləri doğrayıb ki, indi birazdan ət çəkən maşından çəkəcəyik. Vasifətləri doğradı, indi mən ət çəkən maşından çəkəcəm. Bir hissəsini də ayırdıq ki, soğuz kimi bişirək. Biz həmişə ət çəkəndə soğan qatırıq. Elə adamlar var ki, ət çəkəndə soğansız eləyir ki, rəngi qaralır. Amma rəngin qaralmağının bir şeyi yoxdur. Ayrıca çəkib qatanda da rəngi qaralır. Medsesdə işlədiyim vaxtlardan bir pasiyent yadıma düşür. Həmin pasiyent də mənim diş həkimimin yanına gəlirdi, Nərmin doktorun yanına. Deməli, həmin pasiyentin 4-5 yaşı olarkən, bəlkə də ondan az yaşı olanda, anası ət çəkirmiş, anası bilmədən, deməli, qız gəlir, əlini salır o ət çəkən maşının içinə və uşağın 3 barmağı da ət çəkən maşından keçir. O uşaq necə travma almışdısa, hər şeydən qorxurdu. Səhv eləmirəmsə, indiki yaşı 12-13 yaşları arasında olardı. Travma bir yandan başqa pis vərdişi də var idi. Deməli, uşaq vaxtından baş barmağını ağzında saxlayırdı, soska əvəzi. Ona görə də ön dişləri qabağa gəlmişdi, dişləri çox qabağa idi, ağzı da bağlanmırdı. Ona görə də Nərmin doktorun yanına gəlmişdilər. İlk əvvəl gələndə o qədər qorxurdu ki, çox çəkinirdi. Heç oturacaqda oturmağa belə çəkinirdi. Nərmin doktor da oradan çox səbirli həkimdir. Bu əvvəllər qorxa-qorxa gəlirdi, sonra nətər olsa ürəklə gəlirdi həkimin yanına. Nərmin doktor qızın dişlərinə breket qoydu, bütün dişləri yerinə oturdu, çənəsi falan super oldu. Mən özüm də Nərmin doktorun yanında işləyəndə öz dişlərimə breket qoydurmuşdum. Məndə problem elə də çox deyildi, prosta aşağı çənəmdəki dişlər biraz məsafəsi var idi. Məsafə olanda da üst çənə alt çənənin üstünü qapamır, ona görə də asimetrik görsənir. Həmişə kimi sizdən bir xahişim var, kanala abunə olmağınızdır. Ay Allah, sana bu nə sən? Bura qədər izlədiyiniz üçün çox sağ olun. Videonu bəyəndinizsə like etməyi unutmayın.